Azərbaycan gündəmini izləyirəm. Çox yaxşı belə vaxt keçirdirəm burada, ürəkləri oxuyanda, videoları baxanda. Deməli bir Nigar Fərhad adında bir personaj var Azərbaycanda. Biz o personajı 15 ildir bəlkə tanıyırıq. Azərbaycan çox yeni tapıntıdır, amma biz onu çoxdan kəşf eləmişik. Deməli, bizim bir ofis var idi Çərşəhərdə 2010-da falan. Bizim də orada bir başqa bir maraqlı personaj var idi. Ginekoloq oğlan var idi. Güya ki proqramist idi. Günlərin bir günü bu gətirir bu Nigar Fərhadı, o vaxt adı Nika idi. Nika. Masya, bir-birlərinə Masya deyirdilər. Mən də o vaxt cavan idim, neçə yaşım var idi, 19-20 yaşım var idi, 20 yaşım var idi. Buna qarşı gəlirdilər, mənə də yanıma müştərilər gəlir falan, başqa uşaqların yanına müştərilər gəlir. Bu belə shared ofis idi də, biz paylaşırdıq uşaqlarla. Bunlar gəlirdi, otururlar divanda, bir-birinin qucağında. Yəni ki, 18 plus nə istəsən orada görə bilirdin. Mən də bunlara dedim ki, bala, abruz, həyavuz olsun, cəmatın içində bu işləri görməzlər. Gedin evdə nə istəyirsiniz eləyin, gəlib ofisdə bir-birinizin qucağında nə istəyirsiniz eləyirsiniz. Adam gəlir içəri girir, şoka düşür, biz şoka düşürük. Nəysə, biz bunların ipini sapını yığa bilmirdik. Axırda nəysə ofisi dəyişəndə bunlara dedik ki, qardaş, siz alır, gedin başqa yerdə işləyin, bizi biabır eləyin. Əl-qərəz, nəsə bunlar sonra günlərin bir günü o oğlan, indi adını çəkmirəm, durdu gəldi ofisə konfet paylamağa ki, biz nişanlarıq. Dedim, kimdən nişanlarsan? Filan kəsinə deyir, deyirəm, bala, ağlım başında olsan, o qızdan evlənməsi qızdır. İndi bu bağlar Nigar çıxıb video çəkib ki, aynəm şəhid övladlarına canım qurban falan. Allah mənə övlad qismət edərsə, eləyib də, Cabatı xəbər yoxdur ki, bu qızın bir qızı var. O qız uşağı hardadır bilinmir. Və o videoda deyəndə ki, mən nə bilim oğluma atasız qız almaram, o əslində demək istədiyi özü kimi qız almaz nəzərdə tutur. Özü də atasız böyüyüb, çox belə yüksək mənəvi dəyərlərlə böyüdüyünə görə, özünü tanıdığına görə o fikri səsləndirir. Plus o verilişində səsləndiyi fikirlərin çoxsu onun özünə məxsus deyil. O sadəcə, necə deyim, hardansa bir maraqlı fikir eşidib, deyir ki, qoy mən də deyim. Amma onun özünün həyat tərzi ona uyğun olmadığına görə o ona yapışmır. Misal üçün, orada deyib ki, qadın kişiyə tabi olmalıdır. Hə, bəli, tabi olmalıdır. Amma sual vermək lazım, sən özün nə vaxt kişiyə tabi olmuşsan? Yəni, biz haçan görmüşük, o kişinin belə çiyinlərinə oturub, necə istəyib, sürüb, hara istəyib, sürüb. Yəni, o, özü o həyatı yaşamayıb. Amma ondan bundan eşidib, o fikri deyir. Və yaxud atasız qızı almaram, burada da hansısa bir həqiqət payı var ki, bəli, atası böyüyən qızlar travmaları olur. Misal üçün, travmalardan biri odur ki, atasız böyüyən qızların ata kompleksi olur. Psixologiyada olan bir şeydir. Burada bu qeyri-adi bir şey yoxdur. Ona görə özündən 10 yaş, 15 yaş, 20 yaş yaşlı kişilərə meyl göstərir və sevgi yetərsizliyi olur. Daim sevgi üçün çapalayır və s. Və elə adamla münasibətdə olmaq da tez-tezə kişi üçün maraqlı gələ bilər, amma sonra yorucudur. Yəni o cəhətdən yəni hesablayanda görürsən ki, bu düzgün deyil. Amma bu şeyin, bu mövzuların bir dənə başqa tərəfi var ki, yenə də auditoriya nə qədər belə bilmirəm adını nə qoyum, o mövzudan götürüb bir dənə şəhid mövzusuna keçiblər ki, bəs şəhid övladları, o başqa kateqoriyadır. Onu malı-mala niyə qatırsınız? Bu adamın mövzusu başqadır, dediyi şey başqadır. Siz də onu gözlüyorsunuz ki, bəs şəhid övladlarını o nə deməkdir, onu da almayacaqlar falan. O başqa keysdir. Atasız böyüyən qız o nəzərdə tutur ki, atası atıb gedib, ya anası pis yoldadır və s. və əlaxır. Bəli, mən misal üçün əvvəl qızların ailəsinə çox şey eləməzdim, yəni fikir verməzdim cavan olanda, deyərdim ki, şu fərqi nədir, qızı sevirəm, qız yaxşıdır, amma hələ deyil. Yəni, ailədəki dinamikanı görəndən sonra sən bilirsən ki, o qızla uzun müddətli münasibət qurmağa dəyər yoxsa yox. Çünki biz hamımız davranışımız, kişi-qadın davranışını atadan, anadan götürürük. Yəni, öz davranışımızı atadan götürürük, seçəcəyimiz qızın davranışını anamıza baxıb götürürük. Yəni, anada negativləri ya pozitiv kimi axtarırıq, ya da eynisini axtarırıq və s. Yəni bu şeyləri hamısı nəzərə alanda görürsən ki, həqiqətən də ata rolu görməmiş, kişi görməmiş ailəsində qız feminist böyüyür. Başdan feminist böyüyür. Yəni ki, kişilərə etibar eləmək olmaz, görürsən yarı yolda qoyurlar, gedirlər, nə bilim belədilər, elədilər, plus anası beynini doldurur ki, atom bax belə elədi, elə elədi. O qız kişiyə nifrətlə böyüyür və hələ bir qadınla da
ailə qurma, münasibət qurmağın bir mənası yoxdur. Yəni dediyində həqiqət var və dediyində o biri mövzular heç toxunulmur və o kənara çıxmadı, orada heç kim heç nə danışmır. Plus öz həyatı da ki göz qabağında.